Xoş gördük, əziz dinləyicilər. Bu günləri yaxın şərqdə kifayət qədər vəziyyət gərgindir və bu kifayət qədər vəziyyətin gərgin olmasının da ən böyük səbəblərindən biri də məhz bu günləri danışacağımız və bu firqəçilikdir, bu din məsələsidir ki, mən xatırlayırsınızsa sizə bu barədə danışmışdım və istəmirəm bunun üzərindən yenidən danışaq. Bildirmişdim ki, İslam dünyası əsasən 3 millətə bölünür ki, farslar, ərəblər və türklər. Bunlardan yalnız və yalnız ərəblər və farslar milliyyət üzərində dövlət yox, məhz din üzərində, firqə üzərində dövlət qurmuşlar və bu mənada da bir-birlərini nifrət edirlər. Bunun üstündə çox getməyəcəm, çünki bu barədə danışmışıq. İndi istəyirəm ki, bugün baş verənlər barəsində danışım ki, bugün bütün ərəb dünyası dəyib bir-birinə 14 deməli ərəb dövləti Husilərə qarşı, yəni Yəmənə qarşı ittifaq qururlar. Baxın, bu günləri Səudiyyə Ərəbistanı Yəməni vurur və yaxud da ki, İraqa zərbə endirdilər. Çünki İraq şiədir, məhz şiələrə sələfilər nifrət edirlər. Sələfilər və yaxud da şiələr sələfilərə nifrət edir, sələfilər şiələrə nifrət edir. Bu günləri ərəb dünyası dəyib bir-birinə, Husilərə qarşı vuruşurlar. Halbuki bunlar hamısı ərəb ölkələridir və bir-birlərini qanun tökürlər və nəzərə almaq lazım ki, Qətərə qarşı da birləşmişdilər. Qətərdə də ixvançılardır. Bəs ixvançılara da digər mənada digər ərəblər də nifrət edirlər. Və bu gün bütün yaxın şərq, bu İslam dünyası dəyib bir-birinə. Elə İranı da bu gün bu ağır vəziyyətə salan məhz onların firqə siyasətləridir. Məhz firqə siyasətləri bu günləri böyük bir mədəniyyət olan İran torpaqlarını da məhv edib və bu gün zərbə altındadılar. Və biz bundan əlbəttə ki, bir nəticə çıxartmalıyıq Azərbaycan xalqı olaraq. Biz həmişə nədə deyirdik? Həmişə deyirdik ki, biz firqədə yox, yalnız Allahın dinində bərabər olmalıyıq, birləşməliyik daha doğrusu. Biz firqələrə ayrılmamalıyıq, çünki firqələr özü düşmənçilik yaradır və Allahın dinindən kənara çəkir bizi. Bu günləri biz bundan danışdıqda sanki elə fikirləşirlər ki, bu günləri İslam dini ərəbin dinidir. İslam dini ərəbin dini deyil. Əgər İslam dini İngiltərədə də gəlsə də biz onların mədəniyyətini yox, sadəcə bəşəri bir dini götürə bilərdi. Və yaxud da xristianlıq da, və yaxud da yəhudiçilik də, yəhudilik də. Yəni, mən bu barədə bildirmək istəyirəm ki, ayıq olmaq lazımdır və biz də firqəçiliyin təsiri altına düşməməliyik. Bu günləri hansı kökdə, hansı vəziyyətdə olduqlarını biz artıq görürük və bundan nəticə çıxartmalıyıq. Ərəb dünyası hansı vəziyyətdədir? Əlbəttə, biz onlara xoşbəxtlik arzulaya bilərik, amma bütün bu vəziyyətə düşməyə səbəb firqəçilikdir. Məhz İran da bu bataqlıqda batır. Məhz Türkiyəni də biz bu barədə tənqid edirik ki, çünki Türkiyədə məhz bu yaxın şərq bataqlığına özün çəkir ki, burada böyle bataqlıqdır, buradan çıxmaq çox çətindir. İkinci bir məsələdə istəyirəm, ikinci bir məsələyə biz münasibət bildirək. Digər tərəfdən də görürsünüz ki, biz ikinci dəfə Cəbəl Tarix, yəni Əndalus çıxartmasını görürük. Yenə də məhz İspaniyaya, məhz o əraziyə dolan ərəbləri görürük, İslam dünyasını görürük, hamısı xaosdan, hamısı ədalətsizlikdən qaçır, hamısı sosial vəziyyətin ağırlığından qaçır. Amma biz Türkiyə mediasına baxdıqda, digər mediaya baxdıqda adamı gülmək tutur. Nə üstünə bunu çəkirlər və bildirirlər ki, bu da İsrailin bir hoqqasıdır. Məhz güya İspaniya Fələstini müdafiə etdiyinə görə bunu da yəhudilər edir. Və oradan da nə qədər gülməli, nə qədər tarix bilgisizliyi, məhz nə qədər bədbəxtçilikdir. Məhz bu bədbəxtçilik bu dövlətləri bitirəcək. Elə bəs Türkiyədə də çox təəssüflər olsun ki, biz jurnalistikanı bu formada görürük. Yəni, komplo teorilər insanların başını xarab edir. Amma anlamırlar ki, bugün ümumiyyətlə Afrikanın Avropaya çıxan ən qısa yeri, ən quru yeri məhz elə Cəbəl Tarix boğazıdır. Məhz Mərakeş və İspaniyadır. Burada Fələstin, burada İsrail məsələsi yoxdur. Sadəcə olaraq coğrafi baxımdan ən yaxın yer buradır. Əsrlərdir ki, Afrikalıların Avropaya keçməsinin ən yaxın yoludur. Və bunun da baş verməsini mən hər hansı bir dövlətlə, İsraillə, və da İslamla, Fələstinlə bir tutmuram. Nəzərə almaq lazımdır ki, buradan keçən 50 min, 60 min insan da müsəlmandır. Yaxşı, deyirsinizsə ki, bu İsrailin hoqqasıdırsa, deməli, bu İsrailin hoqqasını elə bütün İslam dünyası necə deyirlər, alətdir ki onda. Bunu əgər İsrail edirsən.
Bu ikinci məsələ. Üçüncü bir məsələ də ondan ibarətdir ki, dostlar, mən hər zaman bildirirəm ki, bizim ayıqlığımız olmalıdır ki, biz bu günləri bu firqə girdabında batmayaq. Allah Teala Quranda buyurur ki, İslamda deyir həyat vardır. Nədə həyat vardır? Allahın buyurduğu dində hansında həyat vardır? Əgər sən bu günləri o dində həyat, yəni o mənada ki, orada ədalət var. Bu günləri biz İslam dininin içini boşaldıb, oradan ədaləti çıxartmışıq və istəyirik ki, ədalətlə də yaşayaq. Əlbəttə, biz heç vaxt yaşaya bilmərik. Çünki İslam dünyası bugün diktaturalarla idarə edilir. Bugün bütün İslam dünyası məhz kreslo davası aparır. İslam dünyasının içində ədalət boşaldılıb, sadəcə quru adı var. Ona görə də İslam həyatdır Allah Teala dedi də, yəni İslamda ədalət var, İslamda hüquq var. Amma biz o hüquq və ədaləti qırağa çıxartdığımıza görə bugün İslamın sadəcə boş adı var. Ona görə də bütün İslam dünyası o kafir saydıqları Avropaya qaçmaqdadır. Hər kəs həzər edir, hər kəs acından ölür, hər kəs bəla içindədir, hər kəs ədalət axtarır. Harda axtarır? Məhz Avropada axtarır. Səhərdən axşama qədər krallarının, diktatorlarının söydükləri, pislədikləri Avropaya can atırlar. Niyə? Çünki orada ədalət vardır. Ona görə də Allah dində ədalət vardır, İslamda ədalət vardır dedikdə, həyat vardır dedikdə, məhz ədaləti fikirlər. Bu günləri Azərbaycanda da biz bundan rastlaşa bilərik ki, dərman alırsan, dərmanın içindən vacib ingrediyentləri çıxardırlar, o dərmanı atırsan, sənə təsir etmir. Bugün İslam dünyasını da məhz bu diktatorlar, məhz özlərini müsəlman hesab edən insanlar o İslamın içinə ədaləti çıxartdıqdan sonra boş adı qalır və onunla yaşayırlar və elə fikirləşir ki, müsəlmandırlar. Heç bir müsəlmanlıqları yoxdur. Çünki müsəlmanın əsası ədalətdir. Çünki ədaləti onun içindən çıxardıblar. Bu mənada biz ayıq olmalıyıq. Bizim dinimiz ərəb dini deyil. Bizi birləşdirən dəyər də məhz və yalnız Allaha sığınmağımız olmalıdır ki, Allahın dininə sığınmalıyıq. Allahın dinində ərəbə heç bir dəxli yoxdur. Onun yalnız və yalnız bəşəriyyətə dəxli var və istəyirəm bu barədə danışam ki, siz də məlumat toplayasınız. Teşekkür ederim.